Uşaqlar, bəzən belə bir sual düşür ki, sözün quruluşsa növünü dəyişən hansı şəkilsidir? Məsəl üçün, tutalım əlimizdə belə bir söz vardı. Məsələn, deyirik ki, yazıçılıqdan. Məsələn, burada sözün quruluşsa bilirik ki, quruluşunu dəyişən leksik şəkilçi olur. Sözün kökü yazdı, yazmaqdan yazı, yazıdan yazıçı, yazıçılıqdan da qrammatikdir. Tutalım ki, bu bizim işimizə yaramayacaq. Sözün quruluşsa növünü dəyişən yadınızda qalsın. Həmişə birinci şəkilçi olur. Çünki bura qədər onsuz da bu sadə idi. Bu şəkilçi gəlməklə onu etdi düzəltmə. Yəni, ikinci və üçüncü şəkilçilərin leksik olması onun quruluşuna təsir etmir. Onsuz da o düzəltmədir. İkinci bir məqam. Bəzi hallarda mürəkkəb sözlərin tərkibində, məsəl üçün, mənalı zərfindən danışaq. Tərkibində leksik şəkilçinin olması onun quruluşuna təsir etmir. Və yaxud da bəzi hallarda ən çox istifadə olunan açıq, qəlbli sözüdür ki, buradakı leksik şəkilçilər sözün quruluşuna təsir etmir. Ona görə ki, onun tərkibində hələ də 2 dənə müstəqil söz vardır.